Sizdən xahiş edirik ki, YouTube və TikTok kanalımızı dəstək olun, dəstəyiniz üçün minnətdarıq. Dövlət bəzi hallarda torpaq sahəsinin dəyərini vətəndaşa ödəməklə ondan ala biləcək. Pancomi TV xəbər verir ki, sözü gedən məsələ Milli Məclisin Regional Məsələlər Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan torpaq məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən qanunvericiliyə yeni maddə əlavə olunur. Belə ki, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində işğaldan azad olunmuş ərazilər istisna olmaqla məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerinə bələdiyyəyə məxsus torpaq sahəsində yeni evlər və çoxmənzilli binalar tikilərsə, dövlət həmin bələdiyyəyə bunun əvəzində mülkiyyətindən uyğun dəyərdə torpaq sahəsi verəcək. Sənəddə qeyd olunur ki, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində işğaldan azad edilmiş ərazilər istisna olmaqla məhv olmuş və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış yerlərinin həmin torpaq sahələrində tikilməsinin məqsədə uyğun hesab edilmədiyi halların dairəsi müəyyən ediləcək. Vurğulanır ki, bu məqsədlə müvafiq araşdırmanın aparılmasının hüquqi proseduru yaradılacaq və yeni yaşayış yerlərinin həmin torpaq sahələrində tikintisi məqsədə uyğun hesab edilmədikdə bu torpaq sahəsinin əvəzinə müvafiq torpaq yerlərinin ayrılması nəzərdə tutulur.